Bayaqları elə təzə açdım, dinlədim. Orada bir qardaşın bu cahilliyin üzr məsələsi ilə əlaqəli bəzi müzakirələr, sadəcə olaraq bir şey istəyirdim, bir məsələni qeyd eləmək. Yəni, bizdə ümumiyyətlə bu məsələ ilə əlaqəli, belə deyək də, nə üçün adətən elm tələbələri, belə tabiri caizsə, qınayanda bu məsələdə bir tərəfli qınayırlar. Yəni adətən qınanılan tərəf, cahilliyi, üzr görməyən, tərəfdir də. Yəni qınanılan tərəf elm tələbələr tərəfindən bizdə adətən bu tərəfdir. Bunun da əslində, bəzi təbii səbəbləri var. Bu niyə belədir? Və bu fikirdə olan qardaşlar bu şeyi görəndə, bu şeyi eşidəndə bir çox halda belə, təəccüblənirlər, ya ola bilsin xoşlarına gəlmir, ya xətirlərinə dəyir. Bunun səbəbi nədir? Səbəbi odur ki, yəni o qardaşlar ümumiyyətlə, hamımız yəni bilməliyik ki, bizdə Azərbaycanda belə deyək də, dəvət başlayan gündən, sələfi dəvət, təvhid dəvəti, sünnət dəvəti başlayan gündən ta bu günəcən dəvət, bu rəy üzərində gedib. Yəni bütün tələbələr, bütün dəvətçilər bu rəy üzərində olub ki, yəni insanlar cahilliyinə görə bir şey edirsə, buna görə o müşrik olmur. Ümumiyyətlə bu, dəndənə olmayıb da. Yəni bizdə dəvətin nə əsası olmayıb, nə cəmaatda bu adət olmayıb, bu cəmaatın işi gücü olmayıb. Ümumiyyətlə sıravi insanların maraqlandığı, sıravi insanların baş qoşacaqları ümumiyyətlə mövzu olmayıb, heç olmamalıdır da. Və bizdə necə ki, belə deyək də, yəni necə ki bizdə belə deyək də, adi bir misal desək, sıravi insanlar öz dinlərini, elm tələbələrindən, öyrənirlər. Sual olanda soruşurlar, cavab alırlar və dinlərini öyrənirlər deyəndə, bu din deyəndə bu hər şeyi ehtiva eləyir. Fərqi yoxdur. İstər fıqhi məsələlər olsun, istər etiqadi məsələlər olsun. Tutalım, məsələn, mən bir sıravi kimi bu gün, Abdurrahim müəllimdən, dəstəmazın qaydalarını, təyəmmümün qaydalarını, namazın, orucun qaydalarını öyrənirəmsə, Ramazan gələndə bir problemim çıxan kimi ona zəng eləyirəmsə, zəkat gələndə bir problemim çıxanda ondan soruşuramsa, yəni bu cür məsələlərdə də, bu təkfirlə əlaqəli, məsələlərdə də mən dinimi ona etibar eləməliyəm. Bizdə yəni problem budur. Bəzi qardaşlar bilmirəm bunu ya başa düşmürlər, ya başa düşmək istəmirlər. Məsələ budur. Yəni məsələ budur ki, bu cahillik üzr deyil, bir insan, şirk elədi, o müşrikdir zahirən falan. Bu fikirlər bizə qıraqdan gəlmə fikirlərdir. Bizdə Azərbaycanda, təvhid dəvətini, sünnət dəvətini başladan qardaşlar bu fikirlər üzərindən dəvət başlamayıblar. Bu fikirlər qıraqdan gəlmə fikirlər olduğuna görə, ona görə bu fikirdə olan qardaşlar qınanılır. Yəni belə deyək də, sıravi məsələn, qardaşlardır. Sual verirsən ki, qardaş, bu məsələdə mövqeyin nədir? Məsələn, cahillik üzrdür ya yox? Deyir, üzrdür. Bunu kimdən öyrənmisən? Deyir ki, bunu o adamlardan öyrənmişəm ki, dinimi onlardan götürmüşəm. Namazımı onlardan öyrənmişəm, orucumu onlardan öyrənmişəm, dəstəmazı onlardan öyrənmişəm, bunu da onlardan öyrənmişəm. Yəni bu qardaş belə deyəndə bunu başa düşmək olur. Amma o qardaş gəlib soruşursan ki, cahillik üzrdür ya yox, məsələn. Deyir, üzr deyil. Deyirsən, qardaş, bunu kimdən götürmüsən? Bax, artıq burada ilişir. Niyə? Çünki o namazını, dəstəmazını öyrəndiyi qardaşdan bu məsələyə gəldikdə onu qoyur kənara. Və problem buradadır. O qardaşlar qınanılanda bu şeylərə görə qınanılır. Bu məsələnin birinci tərəfi. Məsələnin o bir tərəfi də, məsələn, bizdə indi bayaq dinləyirəm qardaş, məsələn, deyir ki, mən bu məsələdə bu rəyi seçmişəm. Bu da çox qəribədir. Yəni, ümumiyyətlə, belə deyək də, adi ən məşhur mövzulardan, məsələn, namazı tərk edən hökm məsələsi. Görürsən, məsələn, oturub 17 yaşı var, 18 yaşı var. Vallahi dəfələrlə olub belə məclislərdə. 17-18 yaşı var qardaşın. Deyir ki, qardaş, burada nə problem var? Əhlüsünnədə bu rəy deyil. Tamam, mən də bu rəyi seçmişəm.
Fikir verin, bu kəlmə ki var ha, mən bu rəyi seçmişəm. Bu özü problemdir. Hələm rəyin özünü qoydum kənara. Bu ibarə özü problemdir. Yəni sən necə rəy seçmisən? Tamam, tamam. Mən sənin səmimiyyətinə necə inanım? Yəni gəl belə deyək də, həmin qardaşa sual verirsən ki, qardaş, it nəcisdir ya yox? Deyir, əlbəttə ki, nəcisdir. Deyirəm, yox, bu məsələdə rəy seçmisən? Deyir, necə bu məsələdə rəy var? Hələm bu adam heç bilmir ki, ümumiyyətlə bu məsələdə sən demə alimlərin ixtilafı var. Sən demə burada da rəy seçmək lazım imiş. Bunu niyə misal verdim? Çünki bu təharət, nəcasət məsələsində namazdan da qabaq öncül məsələlərdən də adi fiqh kitablarında. Tamam, namazı tərk edənin hökmü necə fıqhda? Yüzlərlə məsələlər var. Hansı ki, o məsələlərdə alimlər ixtilaf ediblər. O məsələlərin hansı birində sən 17 yaşlı qardaş rəy seçmisən ki, indi gəlib namazı tərk edənin hökm məsələsində deyirsən ki, mən bu məsələdə filan rəyi seçmişəm. Və məndən də yəni inanmağımı istəyirsən ki, mən bu sözümdə səmimiyəm. Bax bu mövqe var, bax bu mövqedir, yəni düzgün olmayan mövqe. Yəni mənim demək istədiyim budur ki, bizdə sıravi qardaşlar dini, yəni əvvəlindən istər bu dəstəmaz, namaz, bütün məsələlər olsun, istər fıqı, istər əqidəvi məsələlər. Bu məsələləri hansı qardaşlardan götürüblərsə, bu cür məsələlər də, hansı ki, bu cür məsələlər daha məsuliyyətli, daha ağır məsələlərdir, sıravi insanların girəsi məsələlər deyil. Necə ki, digər məsələlərdə öz dinlərini etibar ediblər o qardaşlara, bu cür məsələlərdə də həmçinin bu cür davranmalıdırlar. Yəni, məsələlər arasında bu cür fərq qoymaq düzgün deyil. Yəni, əslində demək istədim, yəni fikrimi çatdırmaq istədiyim məsələ bu idi. Allah sizdən razı olsun.